Dostum, bilirsən insanlar həyatı niyə bu qədər ağır, çətin, problemli yaşayır və baş verən situasiyalarda böyüdürlər, çox ağır olaraq bir şey kimi görürlər. Çünki onlar günahı başqalarında görürlər. Baş verən situasiyada problemi, günahı başqalarında axtarırlar. Halbuki hər bir situasiyada problemi, məsuliyyəti öz üzərində görsə, insanın həyatı tamamilə dəyişir. Mən bu videoda sənə deyəcəm ki, necə sənin həyatın yaxşı dəyişə bilər, əgər sən məsuliyyəti öz üzərinə götürsən, problemləri özündə axtarsan. Çünki bu hökmən belədir. Nə baş verirsə, sənin özünə görə baş verir. Problem bilirsən nədir? Nəsə alınmayanda insanlar deyir ki, dövlətdədir günah, dövlətimizdə o qədər pul var, mən belə kasıb yaşayıram, valideynlərim imkan vermədi ki, nəyisə eləyim. Dostlarım məni satdı, dostlarım məni yarı yolda qoydu, mənim müdirim günahkardır, müdirim mənim maaşımı az verir, dəyərləndirmir, həyat ədalətsizdir, həyat fanidir və belə fikirlər səni neynir? Həm proqramlaşdırır, sən həyatında belə yaşayırsan, artıq istər-istəməz insanlıq, həyat haqqında, yaşadığın mühit haqqında düşüncələrin belədir və günahı başqalarında görürsən, özündə günah axtarmırsan. Hərdən ola bilər ki, bunların bir hissəsi həqiqətən də doğru ola bilər. Amma bu sənin həyatını dəyişməyəcək yaxşıya doğru. Bu doğru ola bilər. Sən bunlardan nəticə çıxartmalısın. Sən özündən soruş, bu fikirlər səni yaxşılaşdırır yoxsa pis eləyir? Həyatını pisləşdirir, dövləti günahlandırmaqla, nə bilim, dostlarını günahlandırmaqla, valideynləri günahlandırmaqla, müdiriyyəti günahlandırmaqla, həyatı günahlandırmaqla. Bu səni axır əvvəl pis eləyir, yoxsa yaxşı eləyir? Özünə bir şuurlu şəkildə düşüncə və fikir ver. Sual ver özünə. Ömür boyu öyrənmisən, bu sən deyilsən, bu sənin bütün ətrafın belə formalaşıb. Hansısa məhəllədə bir taksi şoförü dövləti günahlandırır, kimsə uğursuz olmuş bir insan valideynlərini günahlandırır, dostlarını günahlandırır. Sən də elə bilirsən ki, həyat belədir, elə belə olmalısan. Bu sən deyilsən, dərk elə, bu sənin beynindir, yazılan proqramların dostun, bunları dəyişmək mümkündür. Yəni sən bütün məsuliyyətini başqalarının üzərinə atırsan, problemləri başqalarının üzərinə atırsan və öz gücünü də xərcləyirsən. Sən gözləyirsən, dövlət dəyişsin, şərait dəyişsin, vaxt dəyişsin, amma heç nə dəyişmir, həyat gedir və bütün həyatın boyu da həyatı günahlandırmağa davam edirsən. Artıq uzun müddətdir ki, mənim bir dənə prinsipim var, həyat yaşamaq prinsipim var ki, hər bir situasiya başıma nə gəldikcə də sual verirəm özümə ki, bu situasiyada məni yaxşılaşdırmaq istəyən nə var idi? Hökmən ki, mən sual tapıram. Və görürəm ki, burada dövlət də günahkar deyil, dövlət mənim üçün hər bir şəraiti də yaradır. Sadəcə mən özüm hərəkət eləməliyəm, inanmalıyam. Sadəcə dərk eləmək lazımdır ki, bu həyatda bəzi şeyləri əldə eləmək üçün hərəkət eləmək lazımdır və yaranan problemləri ötüb keçmək lazımdır. Bu artıq məsuliyyətin öz üzərində qəbul olunmasıdır və sən dərk edirsən ki, sən bir böyük bir fərdsən, bir kişisən, bir qadınsan, bir şəxsiyyətsən və sən artıq bu problemləri problem kimi yox, səni yaxşılaşdıran bir situasiya kimi görürsən və reaksiyaların artıq buna belə olur və hökmən ki, hər bir situasiyada səni yaxşılaşdırmaq istəyən nəsə var. Mental düşüncə forman dəyişir sadəcə. Sənin daxili dünyaya baxışından sonra, dəyişəndən sonra həyat da başlayır sənə tamam başqa çalarlarla oynamağa. Yəni bu sual, bu vəziyyətdə, bu situasiyada, bu sual ki, bu yaranan problemdə, bu çətinlikdə məni nə daha yaxşı eləyir? Bu situasiya o qədər səni yaxşılaşdırır ki, bu sual səni o qədər inkişaf elətdirir ki və sənin beynin öyrənir artıq problemi yox, həll yolunu tapmaq. Dəyişirsən artıq, baxış istiqaməti dəyişirsən və həll yolunu tapmağı görürsən artıq. Pul itirdin, nəyi öyrənə bilərsən? Sən pulu itirmədin, sən sadəcə pulu verdin ki, filan şeyi öyrənmək üçün. Baxsan ki, sənin itirdiyin pul cüzi bir şeydir, amma öyrəndiyin şey o qədər böyük bir şeydir ki. Sadəcə bunu dərk eləmək lazımdır dostum. O demək deyil ki, dünyada haqsızlıq yoxdur. Sadəcə olaraq sən bu haqsızlığı görməlisən və başa düşməlisən ki, bu həyatın öz qayda-qanunu var və bu dünya yaşamaq üçün ideal yer deyil. Belə bir qısa bir videom da var kanalımda ki, bu dünyada ideallıq axtarma, bu dünya ideal yer deyil. Bunu qəbul eləməlisən ilk növbədə. Ətrafı günahlandırmağı qurtarmalısan və başa düşməlisən ki, bu dünya ideal yer olmaya bilər yaşamaq üçün.
Amma bu dünya ideal yerdir sənin üçün və səni inkişaf elətdirmək üçün bu möhtəşəm bir məktəbdir. Yaradan sənə şükürlər olsun Allahım. O qədər möhtəşəm şəkildə bu dünyanı yaradıb ki, o qədər möhtəşəm şəkildə bu yolu sənin üçün ideal şəkildə sənə qurur ki, sən inkişaf eləyəsən, sən artasan və sən daha da yaxşılaşasan. Sadəcə buna inanmaq lazımdır, bunu görmək lazımdır. Paradigmanı dəyişmək lazımdır və bu paradigman ancaq olmalıdır ki, bu situasiya məni daha da yaxşı eləyir, bu situasiyada mən özümə nə faydalı məqam tapa bilərəm, burada nə məni inkişaf elətdirdi, burada mənim zəif nöqtəm nə idi ki, mənim başıma bu gəldi. Hökmən şəkildə sən bu zəif nöqtəni tapmalısan ki, bu leveli keçəsən, bu səviyyəni keçəsən, növbəti addımı atasan. Sən bunu keçmədin, başına yenə də oxşar problemlər gələcək və yenə də bunu qrup şəklində yaşayacaqsan. Sən bu dünyada bu haqsızlıqları idarə edə bilmərsən, amma sən öz davranışlarını, öz daxili olan reaksiyalarını idarə edə bilərsən. Sənə nəyə lazım ki, dünyada ədalətsizlik, müharibə nə baş verir, dünyanın o tərəfində nə baş verir? Buna qoy Allah bilsin, qoy Allah bunu idarə edir və Allah bunu Allahın əlindədir hər şey. Yəni ədalətsizlik də varsa da bu hökmən ki, ədalətli şəkildə baş verir. Sən bunu dəyişə bilmərsən. Sənin dəyişə biləcəyin ancaq özündür, öz daxili reaksiyandır, özünü inkişaf elətdirməyindir. Başa düşürsən dostum, mentalitetini dəyişməlisən, düşüncəni dəyişməlisən, paradigmanı dəyişməlisən. Sən başa düşsən ki, hər çətinlikdən sonra sən onu keçəndə daha güclü olursan və hər çətinlikdən sonra sən daha da möhkəm olursan və daha da uğurlu olursan, bu paradigmanı qəbul eləsən, çətinlik sənin gözünə yox kimi gələcək və sən onu həvəslə keçəcəksən. Yəni o insanları günahlandırmaq əvəzinə, hökuməti günahlandırmaq əvəzinə öz üzərində çalışırsan və baxırsan ki, özündə problem hardadır və bundan sonra əsl inkişaf bundan sonra başlayır dostum. Paradigmanı dəyiş, şuurlu şəkildə yaşa, həyatını dəyiş. Həyatını dəyişmək üçün sən baxışını dəyişməlisən. Sən məsəl üçün nəsə olanda beynin həmən atır ki, problem filan kəsdədir, problem filan kəsdədir. Başa düş ki, bu sən deyilsən. Bu sənə yazılan proqramdır. Sən bunu şuurlu şəkildə yazmamısan. Sadəcə sağda, solda həyatı boyu eşitmisən və bu sənə yazılıb. Artıq zamanıdır bunu dəyişməyin. Öz əlinə almalısan həyatını, şuurun və beynini öz əlinə almalısan ki, şuurunla o beynini idarə eləməlisən. Sən qərar qəbul edikcə artıq beynin sənin köləndir. Beyin sənin köməkçindir. Bu beyin bizə verilməyib ki, bizi idarə eləsin bu həyatda. Bu beyin bizə verilib ki, biz onu idarə eləyək və gündəlik problemlərdə bu möhtəşəm şəkildə qurulmuş bir beyinlə düzgün faydalı şəkildə istifadə eləyək. Yəni dostum, qısacası final fikrimi səsləndirirəm ki, hər baş verən situasiyada sual ver özünə ki, bu situasiya məni nə öyrədir? Burada mənim üçün yaxşı nə var? Hökmən şəkildə bunu görəcəksən. Sən yenə də deyirəm, beynin atacaq fikirləri ki, filan kəs günahkardır, çünki proqramın belə yaradılıb. Sən başa düş ki, bu sən deyilsən, bu içəridən gələn bir səsdir. Elə bil ki, radio dalğasına qoşulmusan, o radioda ancaq negativ bildirir. Sən o radio dalğanı dəyişməlisən. Sən baxış bucağını negativdən fırlatmalısan pozitivə və suallar verməlisən ki, nə səni yaxşı eləyir? Məsuliyyəti sən qəbul eləməlisən ki, bu məsuliyyət, bu həyat sənin üçündür, bu seçimlər sənindir, bugün verəcəyin qərarlar sənin gələcəyini bəlirləyir. Yəni, belə oxşar suallar ki, və paradigma ki, hər bir şey səni yaxşılaşdırmaq üçündür, bu sənin həyatını yaxşıya doğru dəyişəcək dostum. Əmin ol. Yəni, həyatın ən rahat, yaşamağın ən asan yolu budur. Allaha güvən, məsuliyyəti öz zərbə götür və hər gün dünənkindən daha yaxşı olmağa çalış. Bax, onda sən yaşamağın da, gündəlik həyatında baş verənlər də sənə ləzzət etməyə başlayacaq və görəcəksən ki, həyat necə də möhtəşəmdir, rəngli çağrılarla doludur, fürsətlər doludur, həyat gözəldir. Uğurlar dostum.